Peyğəmbərlərdən sonra ən dəyərli, ən xeyirli insanlar da onların yolunu gedənlərdir. Başda Peyğəmbərimiz sallallahu aleyhi və sələmin sahabələri. Nə üçün Rasulullah sallallahu aleyhi və sələm deyir ki, sahabələrimi söyməyin, sizdən biriniz, sizdən yəni sonraki nəsillərdən Uhud dağı boyda qızıl Allah yolunda sədəqə versə, onların verdiyi yarım ovuc buğdaya, arpaya, xurmaya, yarım ovuc sədəqənin savabına çatmaz. Və ya başqa bir hədisdə deyir ki, mənim sahabələrimi söyməyin. Sahabələrimi söyənə Allahın, mələklərin və bütün insanların lənəti olsun. Bunu xüsusiləşdirdi ancaq sahabələr üçün. Sonraki nəsillərdən gələn müsəlmanlar üçün demədi. Demədi ki, müsəlmanı söyənə Allah lənət eləsin. Xüsusilə sahabəyə aiddir. Niyə? Ona görə ki, Rasulullah sallallahu aleyhi ve sellem onları olduqca çox istəyirdi. Niyə çox istəyirdi? Çünki Allah onları çox istəyirdi. Allah subhanahu teala Quran-ı Kərimdə neçə ayələrdə bunu xəbər verib. Bu ayələrdən biri də gedib oxuya bilərsiniz. Ət-Tövbə surəsinin 100-cü ayəsidir. Əs-səbiqunəl əvvəlunə minəl muhacirin vəl-ənsar vəl-ləzīnə ittəbə'uhum bi ihsanin radiyallahu anhu və radu'an. Sahabələrin hamısından Allah razıdır. Və bu ayədə Allah subhanahu teala xəbər verir ki, sahabələrin hamısından razıdır. Həmçinin onların yolunu gedənlərdən də. Üstəlik وَاَعَدَّ لَهُمْ جَنَّاتٍ Onlar üçün cənnət hazırlayır. Və bu ayə sübutdur ki, sahabələrin hamısından Allah razıdır və onların hamısı cənnətlikdir. Ona görə biz onların adını çəkəndə radiyallahu anhu deyirik. Yəni Allah onlardan razıdır. Allah onlardan razı qalsın, yox. Allah onlardan razıdır. Sanki xatırlayırıq ki, Allahın razı qaldığı sahabə barədə danışırıq.